Vaxtınız xeyir dostlar. Deməli bu dəfə də maraqlı bir məkandayam. 1130 qəhrəman türk şəhidin şərəfinə tikilmiş abidədir. Yəni bu Şamaxıdadır bildiyiniz kimi. Yəni Qobustandan Şamaxıya gedən yolun üzərində. Tənha türk şəhidin məzarı isə qarşı tərəfdədir. Gedək onu da çəkim göstərim. Gedək. Qarşı tərəfdə də həmin o məzardır. Onu da göstərim. Çatdım demək olar ki. Bax, bura Qobustan rayonu türk şəhidliyidir. Bu da həmin türk şəhidin məzarı. Geniş məlumat verilib. Osmanlı birliklərindən olan bir zabitin məzarıdır. Yəni 1918-ci ildə bilirsiniz də o vaxtı Nuru Paşa öz ordusu ilə gəlir və Bakını Bolşeviklərdən, daşnaqlardan azad edirlər. Türk şəhid məzarı, Allah rəhmət eləsin. Belə. Yəni buradan keçdiyinizdə mütləq gəlin. Yəni belə deyim, türklər bəlkə də gəlməsəydi, olmasaydılar, Bakı bəlkə də işğal altındaydı. Həqiqətən də çox həddən artıq çox belə deyim bizə dəstək olublar və belə deyim Qafqazlarda bizim azad olmağımızda onların da böyük rol olub. Allah rəhmət eləsin. Deməli düz burada Bəxtiyar Vahabzadənin bir gözəl şeiri var. Tənhə məzar haqqında belə bir şeir həsr edilib. Bəxtiyar Vahabzadə buradan keçərkən həmin şeiri həsr edilib bu türk şəhidə. Belə bu da düz çıxacaqdadır.